Necə olsa əvvəlcə götürürəm. Başlayırıq. Bəli. Bugünkü mövzumuz səlib yürüyüşləri. Düzdürmü? Həm səlib yürüyüşləri, həm bundan qabaqki mövzulardan yəqin ki, sual cavab eləyərək görək nəticəmiz necədir. Başlayırıq Aynurdan. Aynur, Roma, qədim Romadan gəlmiş bir sistem var idi. Düzdürmü? İndi bu sistem nəticəsində xristiyan kilsələri iki yerə parçalanır. Neçənci ildə? Şərqi isə Provence. Neçənci ildə? 1054. 1054-cü ildə əla. 1054-cü ildə bəs Azərbaycan tarixində hansı hadisə var? Səlcuqlar, Rəvadiləri, bir də Şəffədilər. Bir də Şəffədiliyini özlərinə tabidir yoxsa bir dəfəlik varlıqlarına son qoydular? Bir dəfəlik tabe. Tabi. Ona deyir. Dedik ki, iki yerə parçalandı. Katolik və pravoslav. Hansı həqiqi din idi? Mən demişdim, həqiqi din prav. Prav nədir? Həqiqi, sübut. Xeyr, prav həqiqidir. Aydındır, düz olandır. Yəni düzgün dindir. İndi şərqi kilsə adlanır pravoslav. Aydındır. Qərb isə katolik adlanır. Aydındır bu. Deyir ki, Elvin, Roma qədim Roma papaları insanları cənnətdən torpaq sahib satırdılar. Düzdürmü? Bunlar necə adlanırdı? Cənnət qəbzləri adlandırılır. Yaxşı, bəs indulgensiya nədir? Tuğrə. Cənnət qəbzləri. İndulgensiya. Nədir? Düz deyirsən də? Cənnət qəbzləri. Cənnət qəbzləri. Bəs bəzi insanlar var idi ki, papanın bu siyasətinə qarşı çıxırdılar. Yəni papaya başa salırdılar ki, yəni həqiqətən də belə bir şey yoxdur. Sən cənnətdən heç sata bilməzsən. Bəs həmin o insanlar necə adlanırdı? Bidətçi. Bəli, dinindən dönənlər adlanırdılar. Biz demişdik ki, eşidirsənmi? Evet, diqqətlə bax. Mən demişdim ki, Romada bir sistem vardı. Vassalımın vassalı mənim vassalım deyil. Düzdürmü? Kralda əmir verəni yox idi, amma burada var Roma. Bəli, burada var. Düzdürmü? Deyir ki, hansı ölkələrin kralları Roma papasının vassalı elan etmişdi özlərini? İfa, İtalya, İfa deyil. Polşaydı, Danimarka, bir də İngiltərə. Polşa, Danimarka, İngiltərə, Pit demişdik. Bəs yaxşı, İfa xalqları demişdik. O hansı idi? Bəli, 843-cü ildə. Parçalanması İtalya, Fransa. Düz. İtalya, Fransa, Almanya. Düz. İndi deyirik ki, Katolik kilsəsinin pravoslav kilsəsi üzərində ağalığını bir növ şans yarandı. Neçənci ildə Peçeneglərin Bizansın ərazisinə müdaxiləsi Katolik kilsəsinin pravoslav kilsəsinin üzərində ağalığına şərait yaratdı. 1091-ci il. Əla. 1091-ci il. Kim çatdı? 1091-ci il. 1095-ci ildə baş vermiş hadisə nə idi? Buyur. İkinci Urban nə eləmişdi? Bəli. Hansı məclis idi o? Hansı məclis çağırmışdı? Klemon kilsə məclisi. Bəli. Yəni nə deyirdi? Zəhra, nə deyirdi? Yəni deyirdi ki, Avropada müsəlmanları təmizləyirdi. Hayır. Əsas məsələ bu idi. Qüdsü müsəlmanlardan, indi biz müsəlmanlar deyirik ki, onlar kafirlərdən təmizlənməsi deyirlər. Aydındır? Yəni deyirdi ki, siz Avropada bu qədər dağınıqlar, bu qədər xəstəliklə mübarizə aparana qədər, Aynur, gedin, Qüdsü azad edin. Qüdsdə İsa Məsihinin qəbri orada. Bəli. Ümumiyyətlə, ilk istiqamət olaraq Avropadan Yahudiləri qovmağa çalışırlar. İndi başlayır Xaçlıların birinci yürüyüşü. Ümumiyyətlə, yada saxlanın. Xaçlıların yürüyüşü, ümumiyyətlə bu səlib yürüyüşləri 13-cü əsrin sonuna qədər davam edəcək. Birinci səlib yürüyüşü, Aynur, neçənci il? 96. İlk səlib yürüyüşünə kimlər başçılıq edir? Piotr adlı rahib başçılıq, düzdürmü? Bu Piotr, bir dənə də Piotr Azərbaycan tarafı. Bəli. Piotrun Azərbaycana dilində manifesti var idi. Neçənci ilə aiddir bu? 1722. 1722-ci ildə. Piotr adlı rahibin kəndlərdən ibarət olan qoşunu
Bizansın ərazisindən keçərək Səlcuqlar. Səlcuqlar. orada məğlub edildi. Səlcuqları məğlub edir, yoxsa Səlcuqlar onları? Səlcuqlar. Səlcuqlar onları məğlub edir. İkinci yürüşünə bəs, ikinci yürüş yox. Birinci yürüşün ikinci dalğası. 96-cı ildə. Bəs burada kimlər başçılıq eləyir? Kimə başlayıb? Cəngavər. Aha, haran cəngavərləri, feodalları, Fransa, bəli, Almaniya və İtaliya. Aydındır. Bu isə uğura nəticələnir. Mən demişdim ki, birinci səlib yürüşü nəticəsində Aynur yaranmış Geta. Geyta, bəli. Geyta nədir? Güc. Qüds, Edessa, Tripoli, Antiox. Eyni deyirəm. Deyək 4 dənə. Qüds, Antiox, Edessa və Tripoli qraflığı yaranır. Bunların Zəhra başçısı kimi idi? Yəni belə deyək də, bunların mərkəzi Qüds, bəli bilirsən. Yenə deyirəm, birinci səlib yürüşü zamanı tabe olunmuş ərazilər Geyta, yəni Qüds, Edessa, Tripoli və Antiox. Gələcəklər. Bu həm birinci, həm də dördüncü yürüşdən oxşarlıqdır. İndi xaçlıların sonra ikinci yürüşü başlayır. Düzdürmü? Xaçlıların ikinci yürüşünün səbəbi nə idi? Kimi? Bizanslı onlara kömək etməməsi idi. Yox. İkinci yürüşünün əsas səbəbi. Bu Edessa məsələsi var idi. Kim deyər? Cavab yoluydu, tutmaqdan. Edessa'nın Mosul əmiri tərəfindən tutulmasına cavabı var. Bizanslılara kömək göstərməməsi. Bəli. Bizans deyir ki, ona kömək göstərmir. Səbəb nə idi? Əvvəl Bizans ondan istəmişdi kömək. Çünki o əvvəl güclü. Bizans əvvəl katoliklərdən fikirləşirdi ki, gəl bu Səlcuqların torpaqlarını, Peçeniklərin torpaqlarını tutub, yarı-yarı bölüşdürər. Amma sonradan gördü ki, bu katoliklərin bəli, ələ keçirilən torpaqları bizə vermirlər. Aydındır? Dedi ki, onda mən bunları nə kömək edirəm? Ona görə də Bizans burada nə edir? Kömək eləmir. Bu oldu ikinci yürüş. Bu da uğursuzluqla nəticələnir. Üçüncü yürüş səbəbi nə idi? Xaçlıların üçüncü yürüşünün səbəbi nə idi? Bəli, Qüdsü kim tutmuşdu bəs? Səlahaddin Əyyublu. Neçənci il döyüşündə? 187. 1180 hansı döyüş? Təbəriyyə. Təbəriyyə döyüşü. Ümumiyyətlə, diqqətlə həmin vaxt, həmin coğrafiyaya nəzər salsaq, orada, yəni, 1099. Misirin şimalında, yəni Misir ərazisində bu dediyimiz kimi Əyyubilər dövləti yaranmışdı. Sağ tərəfdə Nurəddin Zənginin istiqamətində, əvvəl Nurəddin Zəngi var idi, hardasa bu Qüds istiqamətlərində. Onlar Nurəddin Zəngi Qüdsü azad eləmək istəsə də, Nurəddin Zəngiyə qismət olmadı. Nurəddin Zənginin əslinə baxanda Səlahiddin Əyyubi yaxın qohumu idi, yəni qardaşı oğlu səhv eləmirəmsə, Misirdə baş vermiş üsyanı yatırmağa yönləndirmişdi. Sonradan Misir hökumətinin vəziri və yaxud da ki, Nurəddin Zənginin orada ordu başçısı idi. Sonraki dövrdə Nurəddin Zəngi ondan kömək istədi. Sadəcə demək bu Əyyubilər gəlib kömək elə bilmədi ona. Aydındır? Və sonradan bunlar arasında münasibətlərin pisləşməsinə gətirib çıxartdı. Şimdi çatdın mı məsələ? İndi bu üçüncü səlib yürüşündə Ture. Üçüncü səlib yürüşündə kimlər iştirak edirdi? Fransa. Aha. Sonra İngiltərə və Almaniyanın kralları iştirak edirdi. Və əlavə olaraq Zəhra kim iştirak edirdi? Friedrich Barbaros. Bu kim idi? Almaniya imperatoru. İmperator. Roma imperatoru. Müqəddəs Roma imperatoru. bu da uğursuz. Bu harda öldü? Göyüncü. Göyüsü çayının, Türkiyədə, Osmanlı arasından Göyüsü çayının sahillərində öldü. Digərləri harda aynı fəlakətə uğradı? Dənizdə fırtınaya fəlakətə uğradı. Aydındır. Növbəti sual Aynur. Deyir ki, bu hansı yürüşdür ki, səlibçilərin iç yüzü ortaya çıxdı? Xristianların. Bəli. Yəni bu hadisənin gedişatı necə baş verdi? Necə baş verdi? Bəli. Xristianlar tək bir Ağa olmaq istəyir papa. Bir növ oydu, bəli. Kimdən belə deyək də, ümumiyyətlə bu Qüdsü azad etmək yolunda Misrə doğru yürüşə gedirdi ümumiyyətlə. Bəli, həməsi. Deyir ki, gedir Venesiyalardan cəmi almaq istəyir, düzümü? Venesiyalar bəs ona nə təklif edirlər? Gəl. Bizansın üstünə yürüdü. Bəli. Niyə görə? Çünki ticarət. Bəli, tamamilə düz. Ticarət ağalığı uğrunda mübarizə var. Bəli, bu yürüşdə digərlərindən fərqli olaraq Roma papası 2-ci Innokenti özü başçılıq edirdi. Aydındır? Burada da göründüyü kimi, Onların iç yüzü ortaya çıxır. bəli, çünki bunlar deyirlər ki, biz həqiqi belə deyək də, yəni dinin yayılmasında
belə deyək də, xristian dininin Avropada yayılmasını və Asiyada da yayılmasını istəyirik. Lakin bunlar gördülər ki, elə bu Ayasofya kilsəsini qarət edilər. Bəs Ayasofya kilsəsi kimin dövründə inşa olmuşdu? Justinianın dövründə. Bəli, Justinianın dövründə. Zəhra səhv deyirsən. Justinianın dövründə. Aydındır? Aynur. 4-cü yürüşdə yaranmış imperiya. Latin imperiyası. Bəli. 1204-1261. Lakin Tuğrə kimlər razılaşmır bundan? Elə Bizanslılar razılaşmır. Nəticə itibarilə 1261-ci ildə nə olur? Bəli. Birinci və 4-cü yürüşün oxşarlığı burada yeni bir şeylərin yaradılmasıdır. Məsələn, 4-cü imperiya, orada Qüds qeytanı yaradılmasıdır. Aydındır. Ümumiyyətlə, sən mənə denən görüm, bu səlib yürüşlərinin sonlarında zəifləmə səbəbi nə oldu? Nəyə görə zəiflədilər? Daha sonra bu səlibçilər maraq kəsb etmədi o belə deyək də, Qüds istiqamətində hərəkət eləməli. Öz torpaqlarında qaldılar. Bəli, düppədüz. Yəni deyirlər ki, biz niyə xəyali arzular arxasında gedək? Axı, Roma papası deyirdi ki, Qüdsdə belə südlü bulaqlar axır, belə cənnət var, aydındır. Onlar fikirləşdilər ki, buna ehtiyac yoxdur. Biz getdik, səhradan başqa heç nə yoxdur. Orada gedib özümüz vuruşmaqdansa, burada bir hektar torpağımızı əkib becərib, aydındır, özümüz üçün burada yaşaya bilərik. İndi sən mənə deyə görüm, deyir ki, səlib yürüşləri, yəni ümumiyyətlə Avropa, aydındır, Asiyalıların xoşbəxtçiliyi üzərində, aydındır, öz xoşbəxtliklərini yaratdılar. Yəni, Asiyanı bədbəxtçiliyə qərə elədilər. Sən mənə deyən görüm, Avropalılar, yəni bizlərdən, müsəlmanlardan nə öyrəndilər? Mədəniyyət. Bəli, mədəniyyət. Hansılardır? Bir ikisini say görüm. Məsələn, bu yemək Bəli, o mədəniyyəti, gigiyenik qaydalar, aydındır. Daha sonra hansı? Yel dəyirmanları, daha sonra kağız. Kağızı bu arada kim kəşf eləmişdi? Çin. Tuğrə səhv deyirsən. Aydındır. Barıtı kim kəşf eləmişdi? Çin. Aydındır. Bunu yazsan. Ümumiyyətlə Çinə aiddir. Nələr deyə bilərik? Kağız, say, kompas, təqvim, özlərinə məxsus təqvim. Bəli. Aydındır. Bu istiqamətdə biləndik. Ümumiyyətlə, biraz da əlavə. Deyirik ki, Çin dedik. Çində eramızdan əvvəl 2-ci minillikdə hansı qəbilə var idi? Şam qəbilələri. Əgər orada Şamdırsa, insanlar var. Ari, doğru adadır. Yunanistan. Bəli. Yunanistanda 7-ci əsr, Aynur, eramızdan əvvəl 7-ci əsr Yunanistana aiddir. Düz deyirsən. Bəli. Ağsaqqalların içərisindən çıxmış oliqarx Dragon. Ağsaqqallar şurası 7-ci əsr. Oliqarx Borjdaşı 7-ci əsr. Dragon qanunu 7-ci əsr. Pul 7-ci əsr. Aydındır. Bu da öz yerində. 8-ci əsrdə polislər ilə. Erkən polis nə deməkdir? Yəni. Şəhər. Neçəncə əsrdə yaranmışdı erkən polislər? 8-ci 8-ci əsrdə erkən polislər yaranmışdı. Mən desəm ki, Yunanistanda falanga, Zəhra, Romada nədir? Zəhra, xeyr. Falanga ordudur. Bəs Romada ordunun düzülüşü? Piyada süvari deyil. Aha. Yəni onun içində nə idi? Legion. Aydın, legion adlanır. Ümumiyyətlə dedi ki, səlib yürüşlərinin nəticəsi nə oldu? Uğursuzluq. Ümumiyyətlə uğursuzluq oldu. Aydındır. Və səlib yürüşlərinin başlanma səbəbində, başlananda hansı türk dövlətinin zəifləməsi? Səlcuqların sonuncu hökmdarı kim idi? Sultan Səncər. Səlcuqlar hansı boydan idi? Qayı boyundan Osmanlılar nə vaxt yaranıb? 1302-ci ildə. Osmanlıların paytaxtını saya bilərsən? Birinci paytaxt Söyüd, 2 Bursa. Mən demişdim, baxın, birinci paytaxtı bilirsən. 4-cü paytaxt hansıdır? İstanbul. Yerdə qalır 2 dənə paytaxt. Biri Bursa, biri Ədirnə. Əlifbada birinci hansı gəlir? Bu, Bursa, sonra Ədirnə. Bütün ilklər Osmanlı'nın hansı hökmdarına aiddir? Bəli, əksər işlər də düzdür, əksər işlər. Bütün gün əksər. Hər bir donanma İzmit şəhəri,
Akıncı və Yeniçəri ordusu. Aydın. Yəni dövlətin fundamental əsasını təşkil edən ilklər kimə aiddir? Orxan Qaziyə aiddir. Aydındır. Bəs desəm ilk dəfə Fərhad çayına çatmaq. İlk dəfə Qayaltı Sərdabələ dəfn olan kim idi? Tutmaz. Birinci tutmaq. İlklər ona. Bəli. İkinci də tutma yürüyüşü. Aynur, sən mənə de görüm Mesopotamiyada əhatə etmiş çay hansıdır? Qəzə və Fərat. Bəs Misirdə? Nil. Bəs Çində? Bəs Hindistanda? O şəhərlər. Şəhərlərdə Hind və Qam. Deyirsən Mohenjo-daro və Harappa neçənci minliyə aiddir? 3-cü minlik. 3-cü minliyə. Bunların dağılma səbəbi Məlumdur. məlumdur. Bəs hansı şəhərin mədəniyyətinin dağılma səbəbi vulkandır? Krit. Krit mədəniyyətinin tura təsirlə yaranmış mədəniyyət Mikena mədəniyyəti. Bəli, Mikena mədəniyyəti. Bəs Maurya sülaləsi hansı dövlətə məxsusdur? Necə? Maurya sülaləsi hansı dövlətə? Hindistanda. Bəli. Hindistanda daşdan yonulmuş darvaza neçənci əsrə aiddir? Birinci qaz, evin qazı. İndi sərli görüşlərindən dedik ki, İpək yoluna nəzarət deyildik, ticarət yoluna. Bəs İpək yoluna vaxt yaranır? 2-ci. Bəs 214-cü sonra nə yaranır? Çin səddi. Çin səddi Aynur kimə qarşı idi? Hunun hansı hökmdarı idi bu Çin səddinə qarşı? Mete yoxsa Teoman? Teoman. Mete Çin səddini düşmüş. Zəhra sədd idi. Aydındır. Ümumiyyətlə, indi keçəcək yeni mövzulara. Amma ümumiyyətlə belə təşkillərdə pis deyilsiniz. Burada çox təşkilləmək lazımdır. Zəhra, Aynur çox oxumaq lazımdır. Kimi bu gün kim Kurə, biraz artırmaq lazımdır. Evet. Mən